Rusların cənubdan hücumunu gözləyirdik, məlum oldu ki, Zaporojye vilayətinin şərq hissəsində vəziyyət mürəkkəb olaraq qalır. Düşmənin Zaporojyeyə çata biləcəyi ehtimalı var. Axar az xəbər verir ki, bunu Hayhay Strategiya Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiçuk deyib. Biz hamımız cənubdan hücum gözləyirdik. Amma sonradan məlum oldu ki, Donetsk-Zaporojye yolu boyunca irəliləmə strateji xarakter daşıyır. Rusiya qoşunları Donetsk-Zaporojye yolu yaxınlığında yerləşir və ondan cənub istiqamətində qərbə doğru hərəkət edir. Hələlik bu yol üzərində nəzarətin düşmən üçün yekun məqsəd olub-olmadığını demək çətindir. Əgər bu temp belə davam edərsə, müəyyən vaxtdan sonra onlar Zaporojyeyə çata bilərlər, ekspert xəbərdarlıq edib. Putindən əmr, əməliyyatlar dayandırılsın və Rusiya ordu qüvvələri xarici jurnalistlərin keçidini təmin etmək üçün Krasnoarmeysk, Dimitrov və Kupyanskda hərbi əməliyyatları 5-6 saat dayandırmağa hazırdır. Axar az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Rusiya komandanlığı zərurət yaranarsa bu ərazilərdə hərbi əməliyyatları 5-6 saat müddətinə dayandırmağa və Ukrayna jurnalistləri də daxil olmaqla xarici media nümayəndələri üçün maneəsiz giriş-çıxış dəhlizləri təmin etməyə hazırdır, deyə bildirilib. Qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna silahlı qüvvələri tərəfindən Krasnoarmeysk, Dimitrov və Kupyanskda mühasirəyə alınan ərazilərə xarici jurnalistlərin maneəsiz keçidini təmin etməyi əmr edib. Ermənistanın regionda növbəti cəhdi, İrəvan yoxsa Bakı? Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan bildirib ki, 3-3 formatında toplantı ya Ermənistanda ya da Azərbaycanda keçiriləcək. Bəs 3-3 formatında növbəti toplantının məqsədi nədən ibarətdir və Ermənistanın toplantıya ev sahibliyi etmək istəyi hansı mesajı ötürür? Millət vəkili Elçin Mirzəbəyli Mətbuat Azı açıqlamasında bildirib ki, Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar fonunda 3-3 əməkdaşlıq platforması, yəni Azərbaycan, Ermənistan, Gürcüstan və regionun 3 böyük qonşusu, Türkiyə, Rusiya və İran arasında qarşılıqlı dialoq mexanizmi regionun sabitliyi və inteqrasiyası üçün mühüm format kimi formalaşmaqdadır. Bu platforma 2020-ci ildə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə gündəmə gətirilib və məqsədi Cənubi Qafqazda münaqişə dövrünü arxada qoyaraq iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, qarşılıqlı etimadın gücləndirilməsi və regional təhlükəsizliyin təmin olunmasıdır. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın bəyanatı isə regionda diplomatik dinamikanın yeni mərhələyə daxil olduğunu göstərir. Bu toplantının əsas məqsədi postmünaqişə dövründə regional əməkdaşlığı dərinləşdirmək, sülh və sabitlik prosesini institusional səviyyəyə qaldırmaq, eləcə də regional iqtisadi inteqrasiyanın hüquqi və praktiki mexanizmlərini müəyyənləşdirməkdir. Mirzəbəyli toplantının gündəliyində yer alan əsas məsələlərdən danışıb. Birincisi, regionun nəqliyyat kommunikasiya xətlərinin açılması və yeni tranzit layihələrinin reallaşması ilə bağlı konkret addımların razılaşdırılmasıdır. Xüsusilə Zəngəzur dəhlizi və digər logistik marşrutlar bu prosesin strateji mərkəzində dayanır. İkincisi, regional təhlükəsizlik məsələlərinin koordinasiyası, yəni Cənubi Qafqazda sabitliyin xarici təsirlərsiz, məhz regional ölkələrin iradəsi ilə qorunması prinsipi önə çıxır. Üçüncüsü, tərəflər arasında etimadın bərpası və qarşılıqlı diplomatik münasibətlərin normallaşması məqsədi güdülür. Deputatın sözlərinə görə Ermənistanın toplantıya ev sahibliyi etmək istəyi isə bir neçə siyasi və psixoloji mesaj daşıyır. İlk növbədə bu, İrəvanın 2020-ci il məğlubiyyətindən sonra formalaşmış mənfi imicini dəyişmək və regionda aktiv diplomatik tərəf kimi görünmək cəhdidir. Ermənistan beləliklə özünü prosesin kənar müşahidəçisi deyil, bərabər hüquqlu iştirakçısı kimi təqdim etməyə çalışır. Eyni zamanda bu təşəbbüs Rusiya və İran qarşısında balanslı mövqe nümayiş etdirmək və qərbə tam inteqrasiya yönümünün region daxili sabitliyə zərər vurmadığını göstərmək məqsədi daşıyır. Digər tərəfdən, Ermənistanın bu addımı Bakıya da dolayı mesaj kimi dəyərləndirilə bilər. Bu, bir növ sülhə doğru addım imicinin formalaşdırılması və Azərbaycanla münasibətlərdə yeni dialoq imkanlarının yaradılması cəhdidir.